Entropiya. Kainatın mütləq bir sonu var. Hər şey bir gün yox olmağa məhkumdur. Bugün qurduğun bütün xəyallar, tikdirdiyin binalar, yazdığın sözlər hamısı bir gün toz olacaq. Tibetlilər bunu minilliklər əvvəldən anlamışdılar və ona görə də mandala ritualını keçirirdilər. Mandala ritualı qumdan bütün il boyu möhtəşəm bir bənzərsiz rəsmlər çəkərək, rəsm tamamlandıqdan sonra pəncərələri açaraq küləyə təslim edirdilər. Otağa girən külək isə o rəsmlərin bütün qum dənələrini sovuraraq rəsmlərdən əsər əlamət saxlamazdı. Buna Tibetlilər mandala deyirdilər. Yəni müvəqqətilik. Onlar müvəqqəti bir zaman kəsiyində var olduqlarını dərk edirdilər və bu gündən daha çox zövq almağa çalışırdılar. Fizika elmində isə buna entropiya deyirlər. Kainat nizamsızlığa doğru qaçır. Ulduzlar bir-bir sönəcək. Galaktikalar bir-birindən o qədər uzaqlaşacaq ki, göy üzü tamamilə qaranlığa qərq olacaq. Sonda isə nəhəng bir soyuqluq qalacaq. Heç bir işıq, heç bir səs, heç bir xatirə qalmayacaq. Əgər hər şeyin sonu mütləq heçlikdirsə, bizim bu kiçik planetdəki çabalarımızın mənası nədir? Bəlkə də məna nəticədə deyil, elə o məhvə doğru gedən yoldakı qısa müddətli parıltımızdır. Biz məhkum olduğumuzu bilə-bilə rəqs edərək sevinən yeganə varlıqlarıq və bu bizi tanrılardan daha cəsur edir. Keçmişi xatırlamaqdan və gələcəyi qabaqlamaqdan bu anınızı yaşamağa çalışın.